Herkese salam. Kanalıma ve yeni videoma her biriniz hoş gelmişsiniz. Bu defa biraz farklı video olsun istedim. Ona göre de sizinle aksesuarlarımı paylaşmak istedim. Burada kızıl aksesuarlar yoktu. Sadece gündelik taktığım aksesuarlarımdı. Bunların her biri ya aksesuar mağazalarından ya da Temu'dan alınıb. Üstelik de her biri çok ucuz qiymətə. Məsələn, bu üzükdən əvvəl göstərdiyim Pandora dəstini cəmisi 5 manata almışdım. Sırğası, sepi ve üzüğü birlikte. Hiçbir qaralma olmadı, rahat şəkildə istifadə elədim. Bu üzük isə Temudan setdən çıxan üzüklərin içərisindədir. Qaralma olmayıb, ona görə də rahat şəkildə istifadə edə bilirəm. Temudan olan bəzi aksesuarlar çox gözəl çıxa bilirlər. Məsələn, mənim o aksesuarlarım da onlardan biri idi. İndi sırğalar da göstərəcəm. Həmin sırğalar da onlardan biridir. Baxın, elə bu sırğaları deyirəm. Bu sırğalar bir ildən çoxdur ki, istifadə edirəm. Temudan alınan aksesuarların içərisindən çıxmışdı və heç bir qaralma yoxdur. Bu sırğalar da eynən həmin setin içərisindən çıxıb. Üzərinə şəffaf lak sürtmüşdüm. Ancaq fikrimcə həmin o şəffaf laklar artıq gediblər. Amma yenə də heç bir qaralma yoxdur. Bu da bayaq dediyim Pandora dəsti. Bu isə məni hüsrana uğradan sırğalardan biri oldu. Bu sırğanı mən şəkildə bir neçə sırğa taxmış kimi görünür fikri ilə almışdım. Ancaq qulağa taxanda gördüm ki, qulaqdan normal dayanmır, bir tərəfi düşür və heç də gözəl görüntü yaratmır. Bu sırğaları da set şəklində almışdım. Səhv eləmirəmsə 500 sırğanı 3 manata. Bu da həmin setdən çıxan sırğalardan idi. Çox keyfiyyətli çıxdılar, taxıram. Bu alballar da oradan idi. Heç bir qaralma yoxdur. Laklarımın da belə olmasına fikir verməyin. Çəkilişdən əvvəl lak sürtdüm. Ancaq oğlum heç cür imkan vermədi ki, qurusun, sakit durmadı, ağladı. Mən də elə məcburiyyətdən oğlumu götürdüm. Laklarım da bu hala düşdüm. Bu sırğalar da Temudan olan sırğalardır. Heç istifadə eləməmişəm. Hər dəfə qoyuram, deyirəm bəlkə hansısa kombində istifadə eləyərəm. Belə böyük halqa sırğaları istifadə eləyə bilmirəm nədənsə. Bu sırğaları da dəst halında almışdım. Yenə çox ucuz qiymətə. Sırğanı, qolbağı və sepi 4 manata səhv eləmirəmsə. Bu 3 qolbağı isə 6 manata almışdım. Üçü birlikdə idi. İstifadə edirəm ayrı-ayrılıqda və yaxud da üçünü birlikdə. Sevərək istifadə edirəm belə qolbaqları. Bunları da yenə set halında almışdım. Adətən mən nəyi alıramsa set halında alıram. Amma bunu heç sevmədim. Alandan sonra bir dəfə taxdım cəmsi. Onu da taxanda harasa ilişib bir şeyi qopdu. Bəzəyi qopdu. Bunu isə çox adam məndə görəndə qızılı oxşadıb. Mən özüm də çox sevirəm. Sevərək istifadə edirəm. Yəni yenə də çox ucuz qiymət almışam. Bu da yenə elə. Bunu amma ucuza almamışdım. Səhv eləmirəmsə 7 manata almışdım. Bunlar da Pandora deyirlər təbii ki. Çakma Pandora deyək. Ancaq bunların bəzəklərindən çox xoşum gəlir. Əsas da bu pişikli və dovşanlı olanın. Bunu da qırmızı paltarlarla geyinirəm. Taxıram daha doğrusu. Çox sevirəm. Bunu isə tələbə vaxtı almışdım. Üzüyü də var idi, üzüyünü itirmişəm. Bir də sepi var. Bu da bir zamanlar məşhur olan mismar qolbaq. Bu da bayaq göstərdiyim sırğanın qolbağı, sepi də var bunun. Qiymətinə görə bütün aksesuarlarımın keyfiyyəti çox yaxşıdır. Amma bunun bircə mənfi cəhəti ondan ibarətdir ki, ilişir. Hər yerə ilişir. Bu da yenə onun sepidir. Yəni saçıma ilişir, paltara ilişir. Amma belə gözəl görüntüdür. Görüntü cəhətdən çox gözəl görünür, incə görünür. Çox az gümüş aksesuarlarım var. Bu sep də onlardan biridir. Bu sep isə Temudan alınan setin içərisindən çıxan sepdir. Yenə də uzun müddətdir ki, istifadə edirəm. Boğazda çox qəşəng görünür və sevirəm. Qaralması yoxdur. Bu da hal-hazırda məşhur olan, trenddə olan boyunbağlardan biri. Kombinləyə bilmirəm nəsə onu. Bu isə mənim burcuma uyğun, oxatana uyğun sep. Yenə 5 manata aldığım çakma Pandora. Setini itirmişəm, sadəcə klonu qalıb. Bu da mismar olan qolbağın həm üzüyü var, həm də sepi var. Yenə də dəst halında almışam. Yenə də onları çox ucuz almışam. Bu da bir ara məşhur olan mələk boyunbağı. Bunun da yenə klon qalıb, amma sepini itirmişəm. Yoxsa qırılıb, bilmirəm tam olaraq dəqiq. Buraya isə kiçik sırğalarımı qoyuram. Bu qədər xanımlar. Əgər videoma bura qədər baxdınızsa, like etməyi və abunə olmağı unutmayın. Hələlik.